Bizə ciddi bir formada tövsiyə edir ki, insanlara əziyyət verən, səhlənkar, məsuliyyətsiz insan müsəlman sayıla bilməz. Və ona görə də yəni həm də kainatın uğuru da bundadır. Yəni təsəvvür edin, bir məsuliyyətsiz sürücü bütün şəhərin nəqliyyatını iflic edir. Bir məsuliyyətsiz insan bütün şəhəri dağıda bilər, bütün şəhəri yandıra bilər. Və ona görə də biz həm də məsuliyyətli insanlar olmalıyıq və bizim bir də sosial məsuliyyətimiz var. Mənim pulum var, bu pul yalnız mənim deyil. Qarut, Marut, hamımız xatırlayırıq. Onların o xəzinələrinin açarını daşımaq üçün adamlar tutmuşdular. Onlara deyilir, qayıdıb deyir ki, mən özüm qazanmışam, Quranda bir neçə ayə var. Axı sən bunu verən Allahdır. Canı da verən, pulu da verən, malı da verən. Allah istəməsə heç kim bu qədər malı var, dövləti qazana bilməz. Hamısı onun. Və o mənada bizim bir sosial məsuliyyətimiz var. Və bunu biz gənclərə, insanlara aşılamalıyıq ki, hə, mən namaz qılıram, amma saat 3-də olan görüşə 5-də gedirəm. Amma ən dəyərli nemət nədir? Vaxtdır. Və Peyğəmbərimiz s.ə.v deyir ki, insanlar iki nemətə yəni münasibətdə səhlənkardılar. Bir sağlamlıq, bir də vaxt. Mən öz sağlamlığına ziyan vururamsa yenə deyilə. Əyətul münafiq thələthə. Yəni orada keçir. Yalan danışan, söz verib yerinə yetirməyən, əmanətə xəyanət edən. Yəni yenə də gəlirik ki, ibadətlərin demə, əsas məqsəd və hədəfi sosial məsuliyyətdir. Çünki cəmiyyətin nicatı ondadır. Baxın, yekündə bir şey deyim. Mən hərdən bunu fikirləşirəm ki, dəyərləri itmiş, bir-birinə hörmət etməyən, yalnız özü üçün yaşayan cəmiyyət necə bir cəmiyyət ola bilər? O cəmiyyət artıq bitmiş cəmiyyət. O cəmiyyət artıq tükənmiş bir cəmiyyət. Və o mənada biz bu məsələlərə, bu məqamlara daha həssas yanaşmalıyıq və çalışmalıyıq ki, yalnız özümüz üçün yox. Mən düşünürəm ki, əslində müsəlman bir şam ətrafında dolanan bir kəpənəyə bənzir, bir pərvanəyə bənzir. Müsəlman yalnız özü üçün yaşayan insan deyil. Müsəlman şam kimi cəmiyyətin rifahı, inkişafı, irəli getməsi üçün çalışan insandır. Necə ki, bunu Peyğəmbərimiz s.ə.v edirdi. Bütün canını, bütün sağlamlığını İslam ümmətinin inkişafı, İslam